Təsəvvür et ki, yəni başındakı beyin sadəcə hüceyrə, neyron və qan damarlarından ibarət bioloji bir orqan deyil. Aha. Təsəvvür et ki, o, bütün kainatın sirlərini özündə gizlədən və vaxtilə qadağan olunmuş sonsuz bir kosmik arxivdir. Düzdür, bu sənə bir anlıq, necə deyərlər, elmi fantastika filminin ssenarisi kimi səslənə bilər. Dəqiq. Adam istər-istəməz düşünür ki, bu nə mistikadır belə. Amma bugünkü bu dərin təhlilimizdə biz tam olaraq bu cəsarətli iddiaları incələyəcəyik. Əlimizdə çox maraqlı bir mənbə var. F və V adlı iki şəxs arasında gedən dərin fəlsəfi bir dialoq. Missiyamız isə bu mətndəki qeyri-adi fikirləri, xüsusən də yaranış və beynin əsl təbiəti haqqında olan iddiaları sənin üçün aydınlaşdırmaqdır. Yəni söhbətin mərkəzində beyin dayanır. Amma bax, bu dərsliklərdə oxuduğumuz o ənənəvi sadəcə bioloji funksiyaları yerinə yetirən orqan deyil. Bəli, qətiyyən elə deyil. Yəni, F və V özləri də etiraf edirlər ki, onlar bioloq deyillər. Lakin onların beynindən bağlı gətirdikləri izahlar istər travma zamanı beynin özünü necə söndürüb yandırması olsun, istərsə də şuurumuzun ilahi mənşəyi adamı həqiqətən də heyran edir. Elədir. Gəl onda heç vaxt itirmədən bu mistik və elmi görünən qovşağın tam mərkəzinə enək. Mətnin başlanğıcı əslində çox fiziki, demək olar ki, bioloji bir yanaşma ilə başlayır. Aha. Yəni, böyük fəlsəfi suallara keçməzdən əvvəl V dərk etməyimizi istəyir ki, bioloji səviyyədə sistem necə işləyir. O, şiddətli bir fiziki ağrı və ya başa alınan güclü bir zərbə anında beyində nələr baş verdiyini təsvir edir. Bax, xalq arasında bizim xuşunu itirmək dediyimiz o qaranlıq an var ha? Düzdür. Mətnə görə o sadəcə bir zəiflik əlaməti deyil və bu zərbəni və ya ağrını bir informasiya hücumu, həddindən artıq böyük bir siqnal seli kimi xarakterizə edir. Eyni anda bütün sinir mərkəzləri həyəcanlanır. Və nəticədə xaos yaranır. Sistemə o qədər qəfil və böyük həcmdə məlumat daxil olur ki, funksional sistemsizlik baş verir. Məlumat axını bir-birinə qarışır. Dəqiq. Məhz bu xaos anında beyin qeyri-adi bir müdafiə mexanizmini işə salır. Amma mətndə bu proses sadəcə, necə deyərlər, avtonom sinir sisteminin refleksi kimi təsvir olunmur. Bəs necə adlandırırlar bunu? Onlar buna ağ işıq zərrələrinin toplumu deyirlər. Yəni, bir növ fərqli bir qüvvənin müdaxiləsi. Və o işıq zərrələri xaotik vəziyyəti aradan qaldırmaq üçün çox radikal bir qərar verir. Beynin işini müvəqqəti olaraq tamamilə dayandırırlar, söndürürlər. Yəni sistemi bloklayırlar. Bu mənə birbaşa olaraq evdəki elektrik şəbəkəsini xatırladır. Aha, maraqlı bənzətmədir. Bax, qışda eyni anda kombini, elektrik sobasını, ütünü qoşanda sistem o qədər yüklənir ki, naqillər əriyib yanmasın deyə avtomat atır, işıqlar sönür. Yəni, şəbəkə varlığını qorumaq üçün məqsədli şəkildə özünü sönülü rejimə keçirir. Tam olaraq belədir. Və ya illərlə istifadə etdiyimiz donmuş bir kompüteri düşün. Ekran donur, prosesoru yüklənir, heç nə işləmir. Sən məcbur qalıb onu reboot edirsən. Yəni, məcburi şəkildə söndürüb yenidən yandırırsan. Biz huşumuzu itirəndə də əslində beynimiz özünü xilas etmək üçün sistemi yenidən yüklüyür. Bəli, Wayne'nin təsvir etdiyi mexanizm eynən budur. Və ən önəmli detal odur ki, bu ağ işıq zərrələri beyni tam dayandırdıqdan sonra sistemi öz başına buraxmır. Aha. Eynilə o reboot olunan kompüter kimi sxematik bir ardıcıllıqla yavaş-yavaş sinir mərkəzlərini bir-bir yenidən işə salır. Normal fəaliyyət bərpa olunur, amma bax bizi burada düşündürən məsələ bu mexanizmin necəliyi deyil. Bəs nədir? Onun arxasında duran məntiq və nizamlayıcı qüvvədir. Niyə müəllif buna sadəcə qoruyucu hüceyrələr demir? Niyə məhz ağ işıq zərrələri? Yəqin ki, bu ifadə hadisənin bioloji bir təsadüf olmadığını göstərmək üçündür. Yəni, sətraltı mesaj verir ki, bu daha yüksək, qeyri-maddi bir nizamlayıcı tərəfindən idarə olunur. Düzdür. Və bu bizi insanlığı əsrlərdir düşündürən o növbəti böyük suala gətirib çıxarır. Əgər daxilimizdə doğrudan da biologiyadan daha üstün bir əməliyyat sistemi varsa, biz kimik? Aha, yəni biz sadəcə təkamül etmiş heyvanlarıq, yoxsa tamamilə fərqli bir şey. Elədir. Əgər həm insan, həm də heyvan beyinləri oxşar sinir sistemlərinə malikdirsə və siqnalları emal edirsə, o zaman niyə insan yaranışın zirvəsi hesab olunur? Mətndə VG bunu çox ədalətli şəkildə analiz edir. Nə mənada ədalətli? O deyir ki,
Heyvanları heç də şuursuz, hissiyatsız, bioloji robotlar kimi görmək olmaz. Onların da öz səviyyələrində dərkiyyatı var, xatirələri var. Əslində düzdür. Məsələn, fillərin 10 illər əvvəl gördükləri su mənbəyinin yerini xatırlamasını çox eşitmişik. Ya da qarğaların problem həll etməsi. Yəni onların da beyni məlumat toplayır və qərar verir. Hətta bir-birlərinə nələrisə ötürə bilirlər. Tamamilə düzdür. O zaman Fensiner'in mətndə verdiyi sual yaranır əgər belədirsə, niyə insana kamil varlıq yer üzünün əşrəfi deyilir? Və Verdüzeyi bioloji və fiziki fərq kimi yalnız bir şeyi qabardır. Nitqi. Bəli, insanın nitqinin olmasını. Heyvanlar instinktiv səslərlə məhdud məlumat verir, insan isə mücərrəd fikirlərini nitqə çevirir. Bir dəqiqə, yox, bir. Mən burada mütləq etiraz etməliyəm. Buyur. Əgər fərq sadəcə danışa bilməyimizdədirsə, tutquşulan da səsləri mükəmməl təqlid edir. Bəzi quş növləri məzmuna uyğun cümlələr belə qura bilir. Təkcə nitqə görə insana yer üzünün əşrəfi demək biraz şişirdilmiş deyilmi? Bax, bu etirazın tam yerindədir. Yəni, burada başqa bir gizli məqam olmalıdır məncə. Və var da, dialoqun gedişatı məhz sənin bu şübhənin üzərində qurulub. Fərq biologiyada və ya sadəcə nitqdə deyil. İnsanı fərqləndirən əsl səbəb onun kosmik keçmişindədir və burada biz mətnin ən heyrətamiz mistik hissəsinə daxil oluruq. Aha, kosmik keçmiş. Söhbət haralara gedir belə? Və də bizi başlanğıca, yəni kainatın yaranış anına aparır. O izah edir ki, ilkdən böyük yaradan öz ətrafında olan varlıqlara, mətndə onlara ağ geyimli müqəddəslər deyilir, öz işığından bir pay ayırmışdı. İşıq payı. Bəli, və sən bilirsən bu işıq payı hara verilmişdi? Məhz həmin o ağ geyimli müqəddəslərin baş hissəsinə, yəni indiki beynimizin yerləşdiyi yerə. Aha, yəni o bayaq danışdığımız travma anında sistemi xilas edən ağ işıq zərrələri sadəcə hansısa bioelektrik enerjisi deyil. Xeyr. O zaman bu birbaşa yaradandan gələn informasiyanın özüdür. Dəqiq. Çünki mətndə o işıq payı mütləq bir universal məlumat bankı kimi təsvir olunur. Və qeyd edir ki, o vaxt kainatın onlar buna ellipsoid deyirlər, daxilində nə qədər yaranış var idisə, maddi və qeyri-maddi bütün varlıqlar haqqında biliklər o işıq payının içində idi. Yəni bu, hər şeyi bilmək deməkdir. Bəli, o qədər ki, heç bir ağ geyimli mən nəyisə bilmirəm deyə bilməzdi. Bu imkansız idi. Kainatın bütün arxivi onlara inteqrasiya olunmuşdu. Bu mənə müasir texnologiyanı xatırlatdı. Yəni bulut sistemini, cloud texnologiyasını. Necə yəni? Bax, deməli, biz ilk başda bütün kainatın məlumatlarına çıxışı olan hüdudsuz bir kosmik internetə birbaşa bağlı idik. Eyni ilə telefonumuzdakı məlumatları nəhəng bir serverə bağladığımız kimi. Axtarış etməyə ehtiyac yox idi, çünki bilik anında bizdə idi. Aha, çox dəqiq bənzətmədir. Amma sonra nə oldu? Mətnə görə biz bu şəbəkədən necəsə qopduq, düzdür. Bəli, Vər izah edir ki, qaydalar pozuldu və onlara dərgahdan uzaqlaşdırılma cəzası verildi. Ağ geyimlilərin bir qismi sürgün edildi və beləliklə indiki insan bəşəriyyət yarandı. Yəni sənin o kosmik internet şəbəkəsindən hesabımız silindi, qovulduq və offline rejimə keçdik. Tam olaraq, bu cəza senarisi insanın yer üzündəki mövcudluğunun əsl məqsədini izah edir. Biz sadəcə olaraq təkamül etmiş sıradan heyvanlar deyilik. Biz itirilmiş kosmik biliyi özündə daşıyan, sürgün olunmuş varlıqlarıq. Dəhşətli, adanın lak tükləri biz-buz olur. Amma bir dəqiqə, əgər biz o bilikləri özümüzdə daşıyırıqsa, o zaman onlar indi haradadır? Formata getdi, silindi? Xeyr, əsla. Mətndəki iddiaya görə onlar heç yerə getməyib. Elə indinin özündə də bizim beynimizdəki material nöqtələrdə, yəni neyronlarda, hüceyrələrdə, qabıqaltı maddədə qorunub saxlanılır. Amma mən kainatın sirlərini bilmirəm axı. Heç sən də bilmirsən? Çünki onlar yatmış bank formasındadılar. VI iddia edir ki, bugün insan öz yaddaşının və şuurunun yalnız 2-3%ni istifadə edə bilir. Qalan 97-98% isə yatmış, daha doğrusu onun öz təbiri ilə desək, buxovlu, yəni zəncirlənmiş haldadır. İndi burada bir məsələni mütləq aydınlaşdıraq. Bu o məşhur insan beyninin yalnız 10%ni işlədir misi deyil ki?
Yox, bu çox vacib aydınlaşdırmadır. Elm deyir ki, biz fiziki beynimizin 100%-ni işlədirik. Bəli, MRT aparatları da bunu sübut edir. Bu, xüsusi olaraq qeyd edir ki, əslində beynin heç bir yeri fiziki olaraq yatmayıb. Aha, yəni aparat tam gücü ilə işləyir. Bəli, bütün nöqtələr və funksiyalar işləyir və onlara ilkdən dayanmadan informasiyalar verilir. Lakin məsələ burasındadır ki, şuur səviyyəsində o kosmik informasiyaya çıxış imkanımız məhduddur, cəmi 2-3%. Deməli, məsələ hard diskin işləyib işləməməsində deyil. Məlumat oradadır, amma qapı bağlıdır. Bu, hamımızın cibində gəzdirdiyi bir şeyə oxşuyur. İçində milyonlarla dollar olan, amma şifrəsini unutduğumuz bir kriptovalyuta cüzdanına. Aha, çox gözəl izahdır. Yəni cihaz işləyir, batareya doludur, içində nə qədər sərvət olduğunu bilirsən, amma xəzinəyə giriş buxovludur. Şifrə yoxdur. Biz ancaq o 2-3%lik qəpik quruşla gündəlik həyatımızı yola veririk. Düzdür. Bütün kainatın, elipsoidun məlumatları beynimizdədir, amma biz sadəcə bugün nə yeyəcəm və ya işə necə gedəcəm kimi məişət səviyyəsində bir şuurla yaşamağa məcburuq. O, cəza şifrəni unutturmaq idi. Bax, elə bayaq müzakirə etdiyimiz o travma və reboot məsələsi də indi tam yerinə oturur məncə. Necə yəni? Deməli, o ağ işıq zərrələrinin sistemi söndürüb qoruması sadəcə hüceyrələri xilas etmək üçün deyildi. O, həm də içimizdəki o işıq payını, o nəhəng kilitli arxivi qorumaq üçün idi. Dəqiq. Çünki daşıyıcı aparat beyin zərər görsəydi, o mütləq informasiya bankının yerləşdiyi struktur da məhv olardı. Sistem o payı hər nə bahasına olursa olsun qorumağa proqramlaşıb. İnanılmaz bir mənzərədir. Biz bugün səninlə erlikdə əslində Fi və V-nin qeydləri əsasında necə dərin bir fəlsəfi yolçuluq etdik. Elədir. Öyrəndik ki, bugün dinləyicimizin, yəni sənin başındakı beyin sıradan bir orqan deyil. O, bütün kainatın məlumatlarını özündə saxlayan işıq payının bir daşıyıcısıdır. Beynimizin xaos anında sönüb yanmasından tutmuş, bizi heyvanlardan fərqləndirən əsl səbəbin sadəcə nitq deyil, o dərgahdan gələn qadağan olunmuş məlumat bankı olduğuna qədər çox fərqli bir pəncərədən baxdıq hər şeyə. Bəli. Bəşəriyyətin həm bioloji, həm də mistik tərəfini analiz etdik. Və məncə bu söhbəti elə-belə adi bir yekunla bitirə bilmərik. Dinləyicimizi dərin bir düşüncə ilə baş-başa buraxmalıyıq. Buyur, eşidirik səni. Bax, elə indicə bunu dinləyərkən düşün. Sənin beynində bütün kainatın keçmişin, gələcəyin və materiyanın hər formasının məlumatı buxovlu şəkildə yatır. Sual budur ki, əgər biz bir gün, tutaq ki, dərin meditasiya və ya tamamilə yeni bir təkamül sıçrayışı vasitəsilə o 97-98%lik yatmış hissənin şifrəsini sındırmağın yolunu tapsaq, nə olacaq? Dəhşətli bir ehtimaldır. Biz yenidən o hər şeyi bilən ağ geyimli müqəddəslərə çevriləcəyikmi? Yoxsa bu qədər nəhəng informasiya indiki zəif insan formasını sadəcə olaraq məhv edər. Bəlkə də o buxov bir cəza deyil, bizi qoruyan bir qapaqdır. Bu barədə düşünmək doğrudan da beynin bütün neyronlarını hərəkətə gətirir. Beləliklə, bugünkü buraxılışımızın sonuna gəldik. Növbəti dərin təhlilimizdə görüşənədək. Özünüzə və o sirli 2%-inizə yaxşı baxın. Sağ olun, gələn görüşlərədək.